Gecə yarı Goranboyda 2 yol qəzası baş verib, yol nəqliyyat hadisəsində 3 nəfər həyatını itirib. Hadisədən bölgə müxbirimiz Ülvi Telmansoy xəbər verir. Qəza hadisəsi Bakı-Qazax magistral yolunun Goranboyun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Magistralda Hyundai AX35 markalı avtomobillə VAZ 21011 markalı minik maşın toqquşub. VAZ 21011-də olan şəxslərdən 3-ü hadisə yerində dünyasını dəyişib. Bu qəza zamanı daha bir qəza isə Mercedes, Opel və VAZ 2103 markalı avtomobillərin zəncirvari toqquşmasından baş verib. Gəncədən gəldim, gördüm yolun kənarında avariya olub. Maşını çəkdim, qıraqda saxladım. Düşdüm, getirdim, kömək eləyəm də. Müsəlmançılıq deyil mi? Maşını yolun saxladım, gedib kömək eləyib. Bir də gördüm ki, cüp nəsə. O yüzden sürətlə gəldi, 4 göz. Cüp gəldi ki, maşını çıxsat edib, fırıyıb aldım biləsən. Qəzalarda ölən şəxslərin kimliyi hələ ki müəyyənləşdirilir. Faktı Baş Dövlət Yol Polisi İdarəsi araşdırır.